Salam öz abiturientlər. Qaldığımız yerdən davam edirik. Bu günləri dərs 9-a baxacağıq birlikdə. Birinci suala baxaq. Birinci sualda deyilir ki, daxil edilən natural ədəd üçün belə bir cəm verilib. Bunun üçün bir alqoritm qurun. Baxırıq ki, alqoritmdə məxrəclərimiz 2-2 artır və qüvvətlərimiz də 2-2 artır. Demək, biz burada bir cəmləmə işini görəcəyik və iynə kimi nə edəcək? Dövr eləyəcək və qiymətə başladacam mən 2-dən ki, 2-2 onu da artırmış olur. Gəlirəm bir başlanğıc yazdım və iynə kimi dövr etmək üçün n dövrü daxil eləyirəm. Sonra cəmləmək üçün görəcəm. Yəni, cəmləmək üçün ilk qiymət 0-dan başlayacaq. Sonra isə dedim ki, i-ni ilk qiymətin 2-dən verirəm. i bərabərdir 2. Sonra gəlsin bu dövr etsin i kiçik bərabərdir i-nə qədər. Hə deyəndə, burada da yox qoyulsun. Hə deyəndə gəlsin, çap etsin nəyi? S bərabərdir S plus. Hər dəfə görürük ki, nəyi bölürük? 1-i bölürük. 1 bölünsün, 1 bölünsün. İ'nin ilk qiyməti nə idi? 2. 1 bölünmüş 2 və hər dəfədə 2 yazmırıq burada, i yazırıq. Bir bölünmüş i və onun da üzəri i. Çünki hər dəfə i qədər dəyişir. I qədər nedir? Dəyişmiş olur. Və i-ni də hər dəfə 2-2 artırılır. i plus 2. Yox deyəndə də nə edirik? S-i çap edirik və son. Yəni, bunu çalıştırsaq görərik ki, S-in qiyməti 0-dır. S bərabərdir 0 plus 1 bölünmüş 2, 10 üzəri 2. S oldu 1 bölünmüş 2 üzəri 2. Və i-ni artırsaq olur i 2 idi. 2 gəldim, oldu 4. 4 kiçikdir, dövrümüz nəticə 10-a. S bərabərdir. S-in son qiyməti nədir? 1 bölünmüş 2 kvadratı. Üstə gəlinmiş, yenidən 1 bölünmüş nədir? 1 bölünmüş 4. İdə burada nədir? Yenə 4-dür. Bu formada davam etmiş olacaq. Keçirik növbəti sualımıza. Daxil edilən natural ədədin ən böyük rəqəmi ilə ən kiçik rəqəminin cəmini çap edən bir proqram. Misal üçün, mənim ədədim verilib 4529. Deyək ki, ədəd, misal üçün, bu ədəddir. Demək, biz ədədi rəqəmlərinə bir-bir baxacağıq. Və yaxud da belə deyək, sətr tipinə çevirərəm mən bunu. Sətr tipinə çevirəndə ən böyük sözü nə ilə ifadə olur? Maksla ifadə olur. Ən kiçik də minimumla ifadə olur. Demək, mən bu sətr tipinin maksını tapacağım və minimumu tapacağım və onlardan eləyəcəm, cəmlənmiş olacaq. Gələk bunu proqramda yazalım. M bərabərdir input. Ən sadəsi budur. Bir neçə sonuna yaza bilərik.
En beraberdir. Setir. En. Setir. En. Ondan sonra en büyük istəyir bizden. En büyük beraberdir. E, int. Satır tipini çevirdiğime göre int yazıram. Max. Ne? En. Max en. En küçük beraberdir. Int. Yine de minimum en. Ondan sonra diğeri de cemle. Cem beraberdir. En büyük üste gel en küçük. En küçük. Print. Print. Cem. Çalıştıralım. 4, 2, 5, 9. Cemlende bakın. 2 en küçüğüydü. 9 ise en büyüğüydü. En küçüğüyle nedir? En büyüğü cəmin tapmış oldu. Və yaxud da biz bunu en küçük 0 mənimsələrdik. En böyük də 9. Və bu ədədi hər dəfə rəqəmlərinin sonuncu qiymətinə baxaraq da bunu nədir? Yaza bilərik. Ancaq ən sadə üsulu budur. Yazalım da. Düşünürəm yazaq. En bərabərdir int, input, input. Sonra B tam beraberdir 0. K beraberdir 1, 9. Qiyməti verək. Yəni en büyük rəqəm 9'u en kiçiyi də 0'dan götürək. Sonra gəlik dövrünə. While en ne kadar ki 0'dan büyüktür, dövrümüz devam edecek. Ve gelip diyor ki eğerleri en faiz 10 küçüktirse K'dan 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 K beraber olsun. Yani K'dan küçüktirse K en küçük kıymet alacağında K beraber olacak en faiz 10'a. Bir başa yazdım ben. İsterseniz burada en faiz 10'u tekçe tapıp mukayese edebilirsiniz. O bir ifte ise en faiz 10 büyüktürse B'den onda B de beraber olacak en faiz 10'a. Print bir de her defa küçültmeyi lazımdır. En beraber en tam bölme 10. Print ne? B sögele K. Sonuçta göresiniz var mı? 4, 2, 5, 9. Bak 11 yine bir. Yani ne edecek bu? Bir dedim. Yine de ədədimizi daxil edək. Bir dakika qələmli görünür.
Qələmim dondu. Demək 4, 2, 5, 9-u daxil etmişəm. Gəl dəqiq deyirəm ki, böyükdürsə bu sıfırdan. Onda gəl deyirəm ki, axırıncı rəqəmim nədir? 9. 9 kiçikdirmi 9-dan? Nə deyirəm? Deyirəm yox. Yoxdur. Yenidən keçən bu pisi ifəm. 9 böyükdürmü sıfırdan? Hə deyirəm. B bərabər olur nəyə? 9-a. Ədədimi kiçiltdim 420. 425 böyükdürmü sıfırdan deyirəm hə. Qalığı 5'dir. 5 kiçikdirmi 9'dan? Hə deyirəm. K olur neçə? Çünki burada deyir M faiz ona bərabərdir. Yəni 5'ə bərabərdir. O birlikdə yenidən yoxlayıram. 5 böyükdürmü? B'miz 9'dur. 9'dan. Nə deyirəm? Yox deyirəm. Ədədi yenə kiçiltdim. Oldu 42. 42 böyükdürmü sıfırdan? Hə. 2 kiçikdirmi 9'dan? Nə deyirəm? Deyirəm. K. K 5'dir. 2 kiçikdirmi 5'dən? Hə deyirəm. K bərabər olur 2'yə. Təzədən 2 kiçikdirmi? B'miz neçəydi? 9 idi. B böyükdürmü 9'dan? Deyirəm yox. Hələ 2 K 2'dir. B 9 olarak devam edir. 4 böyükdürmü 0'dan? Hə. Təzədən qalığım nədir? 4'dür. 4 kiçikdirmi? K neçədir? 2. Deyirəm yox. Yox dedim. Təzədən 4 böyükdürmü 9'dan? Buna da yox dedim. K'nın son qiyməti 2'dir. B'nin də son qiyməti neçə oldu? 9 idi. Bunlar da cəmi neçə elədi bizə? 11 vermiş oldu. Yəni hər iki üsuldan istifadə etmək mümkündür. Yəni bu riyazi üsulların hər biri keçərlidir. Kimi hansı rahat bu üsuldan istifadə edə bilər. Keçək növbəti sualımıza. Ata oğluna söz verib ki, hər gün alışverişdən qalan pullarını oğluna verəcək. Oğul isə pulları toplayıb velosiped almaq istəyir. Atanın hər gün alışverişə ayırdığı pul A manat, alışverişə xərclənən pul B manat, velosipedin qiyməti C manat olarsa, oğul ən azı neçə gündən sonra velosiped ala bilər. Verilmiş demək uşaqlar, belə bir nədir? Programı gəlin üzərində işlədikcə izah edeyim. Deyək ki, import message yazacağım birinci. Import message rezi ifadeler daxil edəcəm. A bərabərdir. Bunu fulatda yaza bilərəm. Fulat yazın çünki qalıq pul ola bilər də. Ayrılan pul tam ki 4 manat 50 gibi belə bir şeyler de olabilir. Fuat, input, input, ayrılan pul. Gündəlik nədir? Xərc. Belə deyillər, bir dəqiqə baxın. Alışverişə ayırdığı pul A manatdır. Xərclənən pul isə B manat. B. B bərabərdir. Fuat
Pul xərclədiyi pul sev bərabərdir int. Input gün yeterlisin. Velocity velocity qiyməti sev manat olarsın. Və bunu da pul yazın. Velocity. Bu belə. İndi deyir ki, qalan qalıqlardan bir velosiped almaq. Gəlib yazıram qalıq bərabərdir. Ayrılan puldan xərclədiyi pulu çıxacam. Yəni A-dan çıxacam B-nə. Yerdə qalacaq nə? Qalıq. Ondan sonra gəlib deyirəm ki, əgərləri qalıq böyükdürsə sıfırdan qalıq böyükdürsə sıfırdan bir dəqiqə qalıq ən az neçə gündən sonra. Demək, velosipetin pulu mən böləcəm qalığa. Yuvarlaq götürməkdən də ötəri. Mən bunu bir gün yazılır. Gün bərabərdir. Məs seyl var. Bu şeydir. Yuvarlaq götürmək üçündür. Velosipetin pulun bölək qalıq. Qalıq. Onda bu çap eləyirik, ala bilər. Ala bilər. Else print olabilmez. Çalıştıran bir dakika. Tavan 40 manat. Xəzəri bu 25 manat. Velosipetin də pulu 15 manat. Ala bilər. Demək gəlir baxaq. 40'dan çıxırıq 25'i ala bilər. Qalıq sıfırdan böyüksə nədir? Ala bilər. Yine misal üçün daxil edirəm pulu 40 manat. 40 manatı da xərcləyib
Velosipeddə 15 manat ala biliriz. Belə. Dərs 3-ü də, dərs 9-u birlikdə izah etdik. Gələn dərsdə görüşərik.